İslam dünyasında terrorun Bəli, təməlini Muaviyə qoydu da. Muaviyə bunları Terror eləyirdi ki, Yezdin qabağı Bəli. açılsın. O bəzilərin ki, bunları terror elədi. Yahudi məsələn həkimlər vasitəsilə. Əbu Bəkirin də oğlun Abdurrahman ibn Əbu Bəkir onu da terror elədi. İkinci onlar ki, artıq terror edə bilmirdi, onları da artıq başladı pulpareyn yavaş-yavaş Əl almağa. Dəlilin qarşısında görürdü ki, aciz qalır. Bunun kənarında başlayırlar pul təklif. O da olmayanda başladı dedi ki, burada qət dedi ki, and ol Allah onların hamısını qət. Ömür çatmadı və bunun nəticəsində ki, Yezid gəldi hakimiyyətə, hətta Muaviyyənin ölümündən 3 gün sonra gəldi hakimiyyətə, Şamdan kənardaydı. O gələndən sonra Yezid hakimiyyətə gəldi, bir neçə nəfərinə təsir olmazdı. Hakimiyyətə gələndən sonra artıq bu mərhələ gəldi Yezidin hakimiyyətində bu Səqifə hadisəsinin xətmi və başlanması bir növrəsilə bunda da quruldu. 50 il təqribən ta bu proses baş versin. 50 ildən sonra Yezid kimi bir dinsiz, imansız bir şəxsin vasitəsilə bu hadisə baş verir.